Quduzluq xəstəliyinin mənbəyi həm ev, həm də vəhşi heyvanlardır. Xəstəlik ağır əlamətlərlə xarakterizə olunur və vaxtında müalicə edilməzsə ölümlə nəticələnir. Xəstəliyə yoluxma əsasən dişləmə və ya zədələnmiş dəri örtüyünə infeksiyalaşmış ağız suyunun dəyməsi ilə baş verir. İnkubasiya müddətinin uzunluğu heyvanın insanı dişləmə nahiyəsindən, yaranın ölçü və dərinliyindən, həmçinin orqanizmə düşmüş tüpürcəyin miqdarından asılıdır. Quduzluq xəstəliyindən qorunmaq üçün ev heyvanları quduzluğa qarşı peyvəndlənməlidir. Sahibsiz it və pişiklərlə birbaşa təmas təhlükəlidir. Aqressiv heyvanlar təhlükə mənbəyidir və onları gördükdə dərhal baytar həkimə məlumat verilməlidir. Unutmayın, heyvan dişləməsinə, cırmaqlamasına məruz qaldıqda ilk olaraq yaranı və ya dişlənmiş dərini sabun və təmiz su ilə yumalı, dərhal həkimə müraciət etməlisiniz.